Naxçıvan şəhəri bu səhər qışın əsrin siması ilə oyanıb. Dünən axşam saatlarından yağan qar Muxtar Respublikanı ağ örpəyə bürüyüb. Bugün səhər saatlarından başlayaraq isə təhlükəsizliyi təmin etmək və yollarda hərəkəti normallaşdırmaq üçün təmizlik işlərinə başlanılıb. Gecə saatlarına başlanan qarın təmizləməsinə bağlı bir çox işlər görülübdür və də görülür. Bununla bağlı gecə saat 3-dən səhər saat 8-ə olan növbə işçilərin yolların, səkilərin təmizlənməsi və bununla bağlı da texnikalarımız yolun qarın təmizlənməsi və duzu səpilməsi ilə haliyyədə işlərimiz gedir. Əsas məqsədimiz odur ki, şəhərin qarını tez müddətdə təmizləyib, ümumilikdə yolun təhlükəsiz şəraitə gətirməkdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi də qarlı hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib. Sürücülərə tövsiyəmiz ondan ibarətdir ki, nasaz avtomobillərlə yola çıxmasınlar, mövsümi şinlərdən istifadə etsinlər, sürət həddinə, ara məsafəsinə ciddi şəkildə nəzarət etsinlər, məcburi olmadıqca müddətdə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Eyni zamanda piyadalarımız da məsuliyyət hissini unutmasınlar, nəzərə alsınlar ki, küçə və yollarımız sürüşkəndir, avtomobillər lazım olan yerdə sürücülər onları saxlaya bilməz. Bu nöqtəyə nəzərdən onlardan səkilərlə hərəkət etmələri, qarşıdan qarşıya keçən zaman isə mütləq piyada keçidlərindən və piyada zolaqlarından istifadə etmələri tövsiyə olunur. Unutmayaq ki, məsuliyyətimiz təhlükəsizliyimizdir. Bütün hərəkət iştirakçılarını məsuliyyətli olmağa dəvət edirik. Sahil Əliyev, Tərlan İbrahimova, Rəşad Hüseynov, NTV Xəbər.